Demek birinci sualda birinci sualda doğru cevabımız A variantıdır ki John they overwhelmed by large number of stage. Yəni çox tamaşaya görə, çox yer bir səhnəyə, ifaya görə də təəccübləndi. Bunu əvvəldə deyir ki, I felt uncertain deyə özümü qəribə hiss edirəm, yəni qeyri-əmin hiss edirəm. Məsələn, where to start harda başlayacağıma dair. O cümləyi içindən hardasa anlayırıq. Sadəcə maraqlıdır, fərqli cavab yazan var bura. Niyə yazmır? De Emily xoşladı peaceful atmosfer, sakit atmosferi xoşladı, amma yanlışdır. Halbuki dinləməyə ən başlanğıcı belə bir şey deyir ki, my ears are buzzing. Mənim qulaqlarım hələ də uğulduyur. Buzzing orada uğuldama. Demək o qədər səs-küy olub ki, uğulduyur qulaqları. Aydın, bu da səs-küydür. Sakit atmosfer deyir, amma sakit keçməyib, səs-küy keçib. Və ya başqa variant yazan var. Tamam. İkiyə baxaq. Deyir ki, indi bəddəki tamaşaçılar doğru cavab deyir ki, sanki totally immersed in the music, musiqinin içərisinə dalmışdılar deyir. Düzdür, mətndə fərqli cür, yəni dialoqda fərqli cür deyir. Yəni burada sözlərin hamısını dəyişiblər. Spektator yerinə audience deyir. Immerse yerinə absorb deyir. Musiqi yerinə də performance deyir. Bir qulaq asacağı təbii ki. Burada çaşıb A yazan var. Düzdür, lead singers unique voice deyir. Amma burada disapprove bəyənmədilər, yox, bəyəndilər olardı. Yəni onun musiqi başçı müğənninin deyək ki, qeyri-adi səsini disapprove bəyənmədilər, amma bəyəndilər olardı. Yaxşı, 3-ə gəldikdə doğru cavab A-dır ki, John the Thai noodle standinə baxmadı. Standindəki yeməkləri skip ötürməkdir, ötüb keçdi. Yəni burada qız deyir, mən yoxladım o Thai noodle'ları, dadlı idi. Oğlan deyir ki, I didn't try that one. Mən onları yoxlamadım deyir. Çaşı fərqli variant yazan var. Məsələn, C var. Hə? Söz. Deyir ki, John Thai noodle'larını next time, növbət dəfə dadına baxmaqdan avoid, qaçacaq. Yəni dadına baxmayacaq deyir. Amma halbuki orada deyir ki, növbət dəfə yoxlayacam 100% deyir. Yəni dadına baxmayacaq, avoid uzaq duracaq deməyimiz yanlışdır. Tam tərsini olur. Məsələn, B yazanlar olur bəzən. John burgeri sevdi, düzdür. Amma vegan olduğu üçün sevmir. Çünki orada deyir ki, mən I am not into vegan food. Mən vegan food düşkünü deyiləm. Sadəcə yemək dadlı idi deyə sevdir. Aydındır. Vegan olduğu üçün sevməsi yanlışdır. Sonra növbəti 4-ə baxsa, nə təəccübləndirdi Emily festivalın sonunda? Doğru cavab B'dir. Light show. Orada fireworks deyir. Fireworks ateşfəşanlıq deməkdir. Ateşfəşanlıq vəsə light show yazıb. Light show da ateşfəşanlıq anlamına gəlir. 5-də də doğru cavabımız C variantıdır ki, onların festival biletləri neçə gün qarşıladı? Bir günü qarşıladı. Orada qız deyir ki, bəzi şeyləri qaçırdıq. Deyir, bir günə hər şeyə baxmaq mümkün deyil. Gərək gələn dəfə 2 günlük keçid alaq deyir. Yəni ən salamatı dinləməyə təzədən bir də qulaq asaq. Neçə çıxış deyir, neçə çıxışı qaçırdılar deyir. Neçə çıxışı qaçırdılar? Qaçırdılar, çıxışların sayı yoxdur orada. İndi gəlin transkriptinə baxaq. John, I still can't believe how amazing the Harmony Music Festival was today. My ears are still buzzing. Burada görürsün nə deyir? Qulaqlarım hələ də uğulduyur deyir. Deyir, mənimki də Emily. Davam edək. Bu qədər çıxacağını yoxsam. Və burada bu cümlədə deyir ki, bu qədər çox səhnə və ifa qarşısında özümü I felt uncertain. Yəni qeyri-məlum, yəni qeyri-bəlli, yəni özümü çaşmış hiss edirəm. Hardan başlayacağıma dair. Bu birinci cavabdır ki, yəni John özünü bu qədər səhnəyə görə nədir? Overwhelmed, yəni çaşmış hiss edir. Doğru cavabdır. Davam edək. I think my favorite part was the indie band. Their lead singer had such a unique voice, and the audience seemed absorbed in their performance. Və burada belə bir cümlə işləyir ki,
tamaşaçı, audience tamaşaçı. Sim absorb. Absorb udmaq deməkdir. Yəni sanki de tamaşaçı performansın içinə udulmuşdu. Yəni performansı dalmışdı mənasında işte, qapanmışdı yəni mənasında işlənir. Burada bu model olduğu üçün belə çətindir. Burada tamaşaçı sözünün yerinə burada ikinci sırada spektator yazıb. Immerse yerinə burada absorb yazılıb. Performans yerinə də burada music deyil. Yəni eyni cümlə sadəcə bütün cümləni dəyişə bilər deyə çətindir. Davam edək. The food area. That Thai noodle stand was delicious. I didn't try that one, but the vegan Burada deyir ki, Thai noodle stand dadlı idi deyir qız. Oğlan isə deyir ki, I didn't try that one. Mən onu yoxlamadım. O zaman bu üçün cavabıdır ki, üçdə deyir ki, John Thai noodle standindəki yeməkləri skip, yəni ötürüb keçdi. Yəni onlara baxmadı da, yəni. Davamda gör nə deyəcək, onları da izah edin, baxın. Davamda isə deyir ki, vegan burger çox yaxşı idi. Mən deyir, əslində vegan qidalarına düşkün deyiləm, yəni sevmirəm. Lakin gözəl dadı var idi və təzə və filling. Filling də yəni doyuzdurucu anlamda işləyir. Yəni doldururdu, yəni doyuzdurucu idi. I would definitely give it a try again next time. Gələn dəfə 100% mən bunu sifariş verəcəm deyir. Amma yəni indi sifariş vermir, amma gələn dəfə sifariş verəcəyim deyir. burger I mean, Sifariş verərdim deyir. definitely give it a try again next time. Növbəti sifariş verərdim. The apples were incredible. Only the last 10 minutes, but even that's amazing. The flips, the juggling, the moves. Felt like a real. And the fireworks towards the finish took me by surprise. Bu dördüncü cavabdır ki, yəni sona doğru atəşbaşanlıq məni təəccübləndirdi. 4-də yazır ki, sona doğru nə təəccübləndirmir? Light show, yəni fireworks yerinə light show yazılıb. I wasn't expecting them at all. They made the whole sky look like a painting. Absolutely. The only thing I didn't like was how crowded the metro was afterwards. You could barely move. True, but it was worth it. I feel like we still missed some performances though. Definitely. Burada deyir ki, mən düşünürəm ki, bəzi performansları qaçırmışıq. Oğlan deyir ki, 100%. Bu qədər çox artistlə mümkünsüzdür. Hər şeyi bir gündə görmək mümkünsüzdür. O qız da deyəcək ki, növbəti 2 günlük keçid alarıq. Və bu da 5-ci cavabdır ki, yəni onların deyir ki, biletləri, festival keçidləri neçə günü cover qarşıladı, bir gün qarşıladı. Varsa. With so many artists, it's impossible to see everything in one day. Then we should buy 2-day passes next year. Great idea. I'd love to come back and explore more of the festival. Aydındır. Yaxşı. Emosional dərəcədə yorucu idi deyirsən. Exhausted yəni yorucu deməkdir. Yorucu deyildi. Yaxşı, indi digərlərin cavablarını deyim, yoxlayaq. Demək 6-da A, B, A, B, yoxlayın. Başlayalım. 8 Derband, 9A, onda 1-5, onda 1-5, 11-də 3 dənə A, 4-cüsü B, 12Y, 13A, 14C, 15, 1, 4, 5, 16A, 17C, 18A, 19 Bakı, 20A. Sonra 21C, 22 Dərbənd, 23A, 24A, 25C, 26Y, 27A, 28A, 29A, 30 Dərbənd. 31Y, 32 Dərbənd, 33 Bakı, 34Y, 35C,
36 135, 37 12, 38 13, 39 Bakı, 40 Bakı, 41 Dərbənd, 42 A, 43 C. Belə yoldaşlar, indi başlayaq. Hərəkət. Tamam. Dəqiqə. Yəqin ki, yazmadıqlarınız da var da, yəni səhvləriniz də var. Mən tezdə hamısını izah edeyim, baxaq da, olar mı? 6.1-də yazır ki, həddən çox bəzi ərazilər suyu pompalamaq yeraltı su səviyyəsində, yəni çox quraqlığa gətirib çıxardır. Yəni düşməyə, yəni faciəvi şəkildə düşməyə gətirib çıxardır. Doğrudur. Həmin fikirdə yoldaşlar. Tamam elədim. Bax burada yazdım. Gözlə bir dəqiqə. Hə, biraz drop. Yox, elə qarışıq deyil yoldaş. Asandır. Sadəcə cümlələri tapmaq lazımdır. Burada yazır. Bəzi ərazilərdə insanlar pump out, yəni pompalayırlar o qədər çox su ki, yeraltı su səviyyəsi drops sharply. Sharp nədir? Kəskin şəkildə nədir? Drop aşağı düşür. O zaman birinci doğrudur. İkinci yanlışdır. Bütün yerli ekosistem asılıdır yeraltı rütubətdən. Yəni bütün ekosistem asılı deyil. Düzdür, burada belə bir cümlə var ki, yəni o qədər çox sudan istifadə edirlər ki, su səviyyəsi kəskin şəkildə düşür. Yazılır ki, bu səbəb olur quyuların qurumasına, həm yaxşı, həm də quyu deməkdir və zərər vurur yerli ekosistemə. Z yazıbsa, yəni həmin yerin ekosisteminə zərər vurur, hansı ki, yeraltı rütubətdən asılıdır. Yəni bu sırf həmin yer üçün nəzərdə tutulur. Amma burada yazır, bütün yerli ekosistem, yəni dünyada olan yerli ekosistem yeraltı sudan asılıdır. Yəni bunu belə də düşünə bilərsiniz ki, tutaq ki, bir açıq yerdə tutaq ki, bu dünya olsun və bu hissədə sadəcə bir dənə olsun, tutaq ki, yeraltı su. Bunu istifadə etdim. Buradakına necə təsir edə bilər ki, bunun üstündəki ağaclar təsir edir də, yəni sırf bunun üstündəkilərə təsir edir. Amma kənarındakı əgər yeraltı su yoxdursa, ona heç bir təsir ola bilməz. Sonra 6.3-ə gəldikdə deyir ki, multiple, yəni çox saylı ölkələr deyir ki, əgər eyni aquifer, yəni qurunç suyu, yəni arteziyan quyularını deyə bilərik ki, arteziyan quyusunu paylaşırsa, güvənirsə, etibar edirsə, onlar negotiate, danışıqlar aparmalıdırlar və qərar verməlidir. Fair water usage, ədalətli su istifadəsinə qərar verməlidir. Doğrudur. Bu cümlədə hardadır? Yoldaşı deyir, burada yazır ki, bir neçə ölkə əgər eyni aquiferin üzərindəsə, yəni paylaşırsa, onlar müzakirə etməlidir və razılaşmalıdırlar suyu necə fairli, ədalətli istifadə edəcəklərinə dair. 6.4 isə false deyir ki, qurunç sular ya da arteziyan sular deyir ki, ən çox araşdırılmış su resursları arasındadır. Amma ən çox araşdırılmış yox, ən az araşdırılmış deyir. Prosta burada çaşdıran nədir? Most valuable-dan başlayır o cümlə. Deyir ki, qurunç suları ən dəyərli və least, ən az araşdırılmış su resurslarıdır dünyada. Most ən çox deməkdir. Most burada şeyə aid edir, valuable aid edir, ən dəyərli. Amma least isə nəyə aid edir? Study-də aid edir ki, yəni ən az araşdırılmış su resurslarıdır. List-də hər halda hamınız bilərsiniz. Little nədir yoldaşlar? Balaca az, onun müqayisəsi less olur, üstünlük dərəcəsi nə olur? Least olur, ən az. Amma matla more-da isə necə olurdu? More, most olurdu. Most yəni ən çoxdur, list isə ən azdır. Amma burada isə nə yazır? Ən çox araşdırılmış, ən az araşdırılmış olmalıydı, yanlışdır. 7-yə gəldikdə deyir ki, yeraltı suları normal saylardan fərqləndirən şey nədir? Yəni, nəyə görə fərqləndir? Əslində, məntiqən də götürə bilərik bir variantı. Çünki bu arteziyan sular yerin altında yerləşirlər. Yəni, çayma yerin üstündə yerləşir. B variantı, onlar yerləşirlər far below the surface. Səthin çox altında, far uzağında yəni. Və contain very old water. Çox köhnə suyu içində barındırırlar. Yəni, içərilərində çox köhnə su var deyir. Bu da mətnin birinci abzasında da var idi. Deyir ki, bu aquiferlər normal çaylar kimi deyirlər. Onlar, yəni səthin üzərində axan çaylar kimi deyirlər.
Lakin də onlar deep underground, çox dərində yerləşirlər və dolublar with the water, su ilə, hansı ki daxil olub yerə minlərlə, hətta milyonlarla il öncə daxil olmuş su olub deyir. Yəni o arteziyan quyularında olan sular milyonlarca il öncə daxil olmuş sudur və yerin altında yaşayır. Çayla fərqləndirən xüsusiyyət odur. Sonra 8-ə gəldik də yeraltı sular niyə non-renewable, yenilənə bilməyən hesab olunur? New yenidir, renew yenilənə bilən, non isə yenilənə bilməyəndir. Bu cümlə var mətndə, sadəcə o cümləni tam axıra kimi oxumasanız böyük ehtimal səhv yazarsınız. Yazır ki, onlar not renewable, yenilənə bilmirlər bir insan ömrü boyunca. Yəni təsəvvür bir insan 70-80 il yaşayırsa, yəni tutaq ki, o quyudakı suyu istifadə etdin, 70-80 ilə o quyu təzədən dolmur. Yəni təsəvvür o quyunun dolması üçün damcı-damcı yağışlar yağır, çox o qədər yağış yağmalı ki, damcı-damcı gedib o quyu dolsun. Yəni 70-80 ilə o quyu dolası deyil. Açıqlayır burada da. Çünki Hardin nota bərabərdə heç bir su daxil olmur ora. Bu sudan istifadə etmək is like nə kimidir? Bir qabdan elə bir su götürürsünüz, hansı ki cannot be refilled, yenidən dolmur. Yəni yenidən dolmayan bir qabdan su götürmək kimidir. Demək ki, niyə yenilənə bilmirlər? Çünki doldurulmur da, yəni yenilənmir. Yəni su yetərincə deyil ki, onu doldursun. Bu da cavab olaraq D variantıdır ki, yəni müasir yağışlar onları not refilled, yenidən doldurmadığı üçün, yəni doldura bilmədiyi üçün onlar yenilənə bilməyən sayılırlar. Çox tələbə çaşır burada insan həyatı orada sözü görür, heç cümlənin tərcüməsi baxmır, bunu götürür. Burada başqa şey yazır. Yenilənə bilmir, insan ömrü boyunca, yəni 70-80 ildə yenilənə bilmir. Amma adı yazılıb ki, insan həyatı boyunca restore, yenilənir yazıb. Sual deyir ki, niyə yenilənə bilməyəndir? Sən deyirsən, çünki onlar yenilənir insan həyatı boyunca. Məntiqsiz variant daxil. Sonra arid quru deməkdir, dried məncə hamı düz yazar, empty boş, dangerous təhlükə, polluted çirkli, protected də qorunan deməkdir. Ona gəldikdə deyir ki, Namibiyadakı suyun how old, nə qədər yaşı var? 20 min yaşı var. 20 min öncə daxil olubsa, demək 20 yaşı var. Sonra 2-də deyir ki, neçə səhra dünyada aquafire var, elə bir sayı yoxdur. Üçüncü biraz çaşdırıcıdır ki, deyir ki, ən məşhur fosil aquafire dünyada hansıdır? Ən məşhuru bilmirik hansıdır, amma yazır burada ən məşhur arteziyan quyularından biri Namibiyadakıdır deyir. Ən məşhurlardan biri deyir. Amma da demir ki, ən məşhuru budur. Başa düşdünüz nə yaxşı? Deyirəm, sinifdə ən yaxşı oxuyan tələbələrdən biri filan kəsdir. Amma o demək deyil ki, o həmin tələbə ən yaxşı oxuyur. Aydındır, başqaları da, hətta biri hamısından daha çox oxuyur. Buna görə bu sualın cavabı yoxdur. Və sonra 4-ə gəldik Namibiyadakı aquifire how deep, nə qədər dərindədir, o da yoxdur. Sadəcə 20 min il öncə su daxil olub deyir. Yəni suyun yaşı var, amma dərinliyi yoxdur. 5-ci cavabı var, deyir ki, niyə arteziyan quyularını preserve qorumaq vacibdir? Bu ən sondakı abzasda yazılmış bir cümlədir. Burada yazır ki, dünya face üzləşir, increase in water shortage, artan su qıtlığı ilə üzləşir və öyrənmək bunu idarə edəcəyimizi və necə qoruyacağımızı bu yeraltı çayları vacibdir, əvvəlkinə nəzərən daha çox vacibdir. Yəni, nəyə görə vacibdir? Su qıtlığı yaşayacağımıza görə vacibdir. Cavab 1-5. İndi gəldik ikinci mətnə baxaq. Sağ olun. Coronation of Napoleon şeydir, Napoleon tac qoyma mərasiminin şəklidir. Yəni, belə bir şəkildə hətta göstərim də. Əsasın. Belə bir şəkildir. Napoleondur, arxasında papadır, burada anasıdır, bu həyat yoldaşıdır. Belə bir şəkildir. Bunun haqqındadır. İndi baxaq. Burada yazır ki, birincidə Napoleon tac qoyma mərasiminin painter, rəssamı Napoleonun appointed painter, təyin etdiyi rəssam kimi fəaliyyət göstərdi. Doğrudur. Çünki Napoleon rəsmi rəssamı idi. Burada yazılır.
şəkil məşhur şəkildir. Jacques Louis David tərəfindən çəkilmiş. Kim ki, official painter of deyir. Rəsmi rəssam idi. İmperator Napoleonun rəsmi rəssamı idi. Demək, onu təyin etdiyi bir rəssam idi, doğrudur. Sonra ikinci yədikdə Brüsseldə sürgün zamanı David çəkdi tam kopyasını, həmin rəsmin tam kopyasını çəkdi. Recollection. Recollection kolleksiya deyil. Recollection kolleksiya olsa re ehtiyac yoxdur. Recollection xatirə deməkdir. Xatirəsindən çəkdi. Doğru fikirdir. Bu da harada yazılıb yoldaşlar? Burada yazılıb. Brüsseldə olarkən David yaratdı full size copy, tam kopyasını from memory, yaddaşından. Recollection da onun sinonimidir. Yaddaşından, xatirəsindən deməkdir. 11.3-ə gəldikdə David asistan kömək aldı şəkli yaradarkən. Doğrudur. Asistantı harada və tələbəsi ilə kömək alır da. Asistan kömək deməkdir də. Burada yazır, baxın. Hayır, fərq eləməz. Assistance yazır burada. Tense şeydir, köməkdir. David başladı işləməyə rəsm üzrə 1805-ci dekabrda öz tələbəsinin köməyi ilə. Aydın. Sonra 11.4-ə gəldikdə isə bu yanlışdır. Deyir ki, rəsim Napoleonik eranın ən məşhur rəsmlərindən birinə çevrildi. Yanlışdır. Yanlış nədir deyə saymayarım, o cümlə var axı orada. Amma cümlədə fərqli bir şey yazır. Yazır ki, rəsim would later, sonra ən məşhur rəsmlərdən biri oldu. In şəkilçi, Napoleonik eranın. Napoleonik eranın ən məşhur rəsmlərindən biri oldu deyir. Amma burada isə yazır ki, Napoleonik era zamanı ən məşhur rəsm oldu. Yəni burada nə başa düşürük? Yəni Napoleon dövründə olmayıb məşhurlaşması. Məşhurlaşması ondan sonraki dövrdə olub. Aydındır? Hə, bəli. Appointed təyin etdiyi rəssamdır. Burada da yazır ki, official painter deyir. Official da rəsmi deyir də, rəsmi rəssamdırsa, demək ki, təyin edib də. Rəsmi şeylər sənəd azadlı olur da. Aydındır? Yaxşı. İndi gəldik 12-yə basaq. Napoleon niyə Papanın tac qoyma adətini break pozdu? Bu cümlə burada bu hissədə yazılıb, bir dənə göstərim. Burada yazılıb ki, böyle traditional, ənənəvi qaydada, yəni bir qayda olaraq Papa yerləşdirir crown tacı monarxın başına. Nə kimi, nə nişanı kimi, as a sign of divine approval, Tanrıdan təsdiqlənmə nişanı kimi Papa yerləşdirildi. Amma davamında nə yazır? However, lakin Napoleon deliberately, qəsdən bu custom, bu adəti pozdu. Nədən ötürü? Assert his authority, öz hakimiyyətini göstərmək və kilsədən independence, asılı olmadığını göstərmək üçün, kilsədən bağımsızlığını göstərmək üçün bu adəti pozdu. Rəsmdə buradaydı, yoldaşlar. Baxın, fikir versəniz, bu Napoleonun özüdür. Papa da arxada durub. Yəni, tacı götürür, özü başına qoyur. Əslində, prosta burada elə təsvir olunur ki, həyat yoldaşının başına qoyur. Yəni, Papa icazə vermir ki, qoysun. Bu da nəyə görə? Öz hakimiyyəti və kilsədən asılı olmadığını göstərmək üçündür. Və sualda da cavab hansı variantda üstə gəlir? Y variantı. Demonstrate, nümayiş etdirmək, his power, öz gücünü nümayiş etdirmək, bir də dini authority, rəhbərlikdən asılı olmadığını, yəni otonom olduğunu, asılı olmadığını göstərmək üçün bu qaydanı pozur. Sonra 13-ə gəldi. Napoleonun anası Maria Letizia. Bu arada baş şəkildə də göstərim. Bu şəkildir. Bu anasıdır. Fikir verirsə, görürsünüz, ayrıca bir qoltuqda ya da stolda əyləşib və özü şərəf yerində, görürsünüz, ayrıca bir yerdə əyləşib. Amma əslində anası heç mərasimdə iştirak eləmir. Sadəcə rəssam özü qəsdən onu təsvir edir ki, hörmət əlaməti olaraq. İndi mətndə gəlin həmin hissəyə baxaq. Burada yazılıb ki, Napoleonun anası Maria Letizia İsçoğun göstərildi in a place of honor, şərəf yerində, even though, baxmayaraq ki, she didn't attend the
real ceremony, əsl mərasimdə iştirak etməsə də onu şərəf masasında nədir, təsvir etmişdilər. Və bu da hansı variantda üstə düşür? A variantı ilə anasına verilmişdi a position, bir mövqe, distinction, yəni seçilən bir mövqe verilmişdi rəsmdə. Plus orada honor sözü var deyə çox tələbə çalışır, orada B yazır, heç tərcümə etmədən bir sözə görə qərar verirsiniz ki, burada yazıb ki, formula rəsmi şəkildə honor şərəfləndirildi əsl mərasimdə. Amma halbuki rəsmi şəkildə gəlmir axı. Şöləsi burada yazır ki, she didn't attend deyir. O iştirak eləməyib mərasimdə. Sadəcə rəssam özü onu canlandırıb. Aydın oldu. Sonra 14-də bax, bura nəsə yazmalıyıq. Ardınca bu cümlə yazır. Əslində burada çox xırda bir trik var. Oradan tuta bilərsiniz ki, o göstərdi Josefina'nın diz çökdüyünü tacı qəbul etmək üçün. O kimdir? O göstərən kimdir? Rəssamdır da, düzdürmü? Rəssam göstərdi. Burada qadını göstərir ki, diz çöküb və fikir verirsiniz. Qadın diz çöküb tacı qəbul etmək üçün. Bu he kimi göstərir? Rəssamı. Buradan artıq cavabı çıxardacaqsınız ki, yəni bura he yazmışamsa, demək qarşıdakı cümlədə nə olmalıdır? Onun qarşılığı olmalıdır. Yəni he dediyimiz, yəni rəssamın adı keçməli ki, mən sonradan he deyim. Aydındır? Napolyon özü göstərmiş ki, Napolyon Josefina'nın diz çəkdiyini göstərdi. O özü göstərir ki, rəssam göstərir şəkildə deyir. Yəni burada təsvir edir, bəli. İndi bax, variantlara baxıram ki, ada yazı ənənəvi qayda Fransız kralları Reyn katedralında tac qoyurdular. Lakin Napolyon bu üslubu, öz şəxsi üslubunu tətbiq etdi. Yaxşı, burada Napolyon deyir, amma Napolyon, burada Napolyon deyir, rəssamdır. Onda bu variant ola bilməz. Getdi. Sonra deyim, mərasim 3 saat davam etdi. Minlərlə tam qonaq qarşısında ailə üzvlərinin birinin yoxluğu hiss edilməmişdən qabaq. Yox da, bu da əlaqəsidir. Çünki yenə rəssamı biz axtarır. Rəssam sözü burada yoxdur. Yəni biz rəssamı axtarmalıyıq. Yəni Davidi ya da Painteri axtarmalıyıq. Sonra növbəti Y-yə baxsa, mərasim hədəfləyirdi, təsir etsin qonşu güclərə. Burada da yenə rəssam yoxdur. C ilə D variantları qalır. Burada he var. Məsələn, burada he var. Burada da Painter, rəssam var. Birinci səhv variant D-dən başlayır. Yazır ki, qaleriyanın ikinci mərtəbəsində. Birinci qaleriya hardan çıxdı ki? Hansı qaleriyadan söhbət edir ki? Söhbət rəsmdən gedir də. Bir dənə rəsmdir. Burada qaleriya nə gəzir ki? Qaleriyanın ikinci səviyyəsində o özünü çəkdi. Şurası bu yenə səhvdir. Niyə səhvdir? Çünki özünü çəkdi cümləsi əslində var bu ayrıca cümlələrə. Baxın, burada yazılıb. Yuxarıdakı abzasda o cümlə var. Yəni təkrar cümlədir sadəcə. Yəni onun yenə söhbətə aidiyyəti yoxdur. Və bu da yetdi. Doğru cavab nə qalır? Təbii ki, C variantı qalır ki, rəssam, depik nə deməkdir yoldaşlar? Təsvir etmək. Depik, picture şəkil yoxdur. Şəkil sözünün feil formasıdır. Rəssam təsvir etdi çoxlu əsas fiqurları zamanla. Nədən ötürü? Səhnəni tarixi detallarla zənginləşdirmək üçün. Yəni çoxlu fiqurlar təsvir etdi deyir. Sonra o göstərdi, məsələn, Josefina'nı, həyat yoldaşının diz çökdüyünü. Sonra qardaşları Joseph və Louis'i yanında təsvir etdi. Sonra hərbi liderləri göstərdi. Sonra xarici və dini təmsilçiləri göstərdi. Bunlar şeylərdir, fiqurlardır. Hətta onlar üçün böyük şərəf olan Osmanlı səfiri Halət Əfəndini də həmçinin göstərdi. Yəni bu şeylərdir, əsas fiqurlardır ki, orada göstərir. Doğru cavab olacaq C variantı. Və 15-ə gəldikdə birincisi, Napolyon tac qoyma mərasiminin şəkli Luvra nə zaman qayıtdı? Birinci cavab 1-dir ya 2 idi? Hə, 2-də. 1837-ci ildə Kral Louis Philippe bunu Versal sarayına apardı. Hardakı o 1889-a qədər qaldı Luvra qayıtmamışdan öncə. Demək ki, Luvra nə vaxt qayıtdı? 1889-da. Bu var. 2-yə gəldikdə, hansı xüsusi instruction təlimatları Napolyon verdi rəsm barəsində? Amma Napolyon heç bir təlimat verməyib. Bəlkə də verib, amma mətndə elə bir şey yoxdur. Rəssamın nə çəkdiyindən danışır. Amma Napolyon gedib rəssama nəsə deyibmi? Elə bir şey yoxdur, mətndə qeyd olunmayıb. Sonra 3-ə gəldikdə, Napolyonun qardaşlarının formal duties, rəsmi vəzifələri nə idi? Qardaşların vəzifələri də yoxdur. Sadəcə
Rəsmdə qardaşlar təsvir olunur. Deyir ki, Napoleonun qardaşları Joseph və Louis dayanmışdı yanında rəsmi mövqedə. Amma qardaşının duties, vəzifəsi nə idi? Məsələn, biri baş nazir, biri kənd təsərrüfatı naziri, maliyyə naziri idi. Yəni o işləri soruşur, amma o yoxdur. Sonra 4-ə gəldikdə bu rəsm originalı ilk olaraq deməkdir. Bu rəsm ilk dəfə harda sərgilənib, exhibited, bu var. Harda sərgilənib, bir də burada yazılır. İlk dəfə göstərildi, first shown. İctimaiyyətə, hə? Gör, keçmişdə soruşum. Was exhibited. İlk dəfə harda sərgiləndi? İlk dəfə salon deyilən bir yerdə sərgiləndi. Yəni salon zaten fransız sözüdür. Yəni originalı. Originalı ilk dəfə deməkdir. Və 5-ə gəldikdə David niyə beynəlxalq fiqurları rəsmlərə daxil etmişdi? Beynəlxalq fiqurları da daxil etməsinin səbəbi gücünü göstərmək, təsir dairəsini göstərməkdir. Bir də burada yazılıb. Haradaydı? Deyə burada yazıb ki, o daxil etdi xarici və dini reprezentativ təmsilçiləri. Nədən ötürü? Show, göstərsin wide influence, geniş təsirini Fransa imperiyasının. Yəni Fransa imperiyasının geniş təsirini göstərmək üçün dini və xarici nümayəndələrini də təsvir etmişdir. Yəni, aydın oldu. Cavab 1, 4, 5. İndi gəldik qrammatika hissələrinə baxaq. Bizdən 16-da inkar cümlə istəyir. İnkardır. No-sünə zən yazılır. Bu inkardır. İnkar bağlayıcı. Deyir ki, o təzədə çatmışdı ki, telefon zəng çaldı. İkincisi, inkar deyil. Çünki heç bir inkar söz yoxdur burada. Üçdə inkar var mı? Var. Hardi buradan nota bərabər daxil inkarlıq yaradır. Demək 3 də doğru. 4-də sağ ol. İnkar deyə bir şey yoxdur. 5-də də inkar deyə bir şey. Until qədər deməkdir. Unless-lə qarışdırmayın. Yaxşı. Burada da inkar deyə bir şey yoxdur. Cavab nədir? 1 və 3. Sonra keçdik növbəti. 17. Bunu bir dəfə izah edək də, yaxşı mı? Olar mı? Bir dəqiqə. Hə, rekord olacaq. Yəni baxarıq, söz verərsiniz. Burada tələbələrdən filan qədəri və burada da yazır ki, onlardan filan qədəri. Oflu birləşməmiz var, yoldaşlar. Nəyin oflu birləşməsi yoxdur? No-nun oflu birləşməsi, bir də ever'in oflu birləşməsi yoxdur. Ever-of ya da no-of deməsi bunlar sirdir. Sonra qalan variantlar hamısı ola bilər. Qrammatik cəhətdən sıxıntı yoxdur. Sadəcə məna cəhətdən yanaşmalıyıq. Baxın, ilk öncə 3 variant var. Hansından başlayacağımıza belə qərar verə bilərsiniz. Məsələn, B-də bax, təsdiq, D-də təsdiq, C-də inkar bilən təsdiq. Fərqli olan hansıdır? C. C ilə başlayıram. Deyirəm ki, tələbələrin heç biri cavabı bilmir, D. Ona görə də onların hər ikisi confused, çaşqın görünürdü. Confused nə deməkdir? Çaşqın deməkdir. Yəni, cavabı bilmir də, çaşmışdılar. Amma qalanları mənasızdır. Məsələn, B yazsa, tələbələrin hamısı cavabı bilirdi. Ona görə də onların hər biri çaşqın idi. Hamısı cavab bilsin, niyə hər biri çaşqın olsun ki? Ya da tərsinə olsa, hər biri cavabı bilirdi, ona görə də hər ikisi çaşqın idi. Həm də bozla uyğunsuzluq var. Çünki boz 2 nəfəri, iç isə 3 və daha çox şəxsi göstərir. Doğru cavab B, C-dir. 18 məncə hamısı yazar ki, köhnə qalanın ovulmuş divarları var idi. İndi o diqqətlə təmir olunub. Demək, qala nə olub? Restorasiya olub. Bir də renovate olub. Renovate ilə restorasiya ikisi də fransız sözdür. Yenilənib deməkdir. Amma demolish nə deməkdir? Məhv edilib, destroy dağıdılıb. Bunlar olmazsa 1-3. Sonra 19. 19-da burada to yazılıb. Yadda sayılır. Modal feillərdən to ilə işləyən cəmi 3 dənə modal feilimiz var. 1. To be able to. İkinci have to. Bir də ought to. Qalanları to ilə işlənməsin. Məsələn, must to, should to. Belə bir şeylər olmaz. Sonra indi variantlara baxıram ki, 2 dənə təsdiq var. Bir inkar var. Böyük ehtimal budur. Elə bunu yoxlayaq. Deyirəm ki, sən hesabatı bugün göndərmək və don't have to ehtiyac yoxdur.
Deadline, təslimat tarixi gəlin həftəyə qədər uzadılıb. O da göndərməsi yox, göndərməyə ehtiyac yoxdur deyərəm. Cavab olur B. 20-yə gəldikdə 20-də doğru cavabımız A variantıdır ki, Çinə başlayır. Salam, mənim sifarişim bir qismi itib, mis itmək deməkdir. Mən ödənişi istəyirəm, yarı ödənişi istəyirəm. Sonra 5 gəlir. Diqqətdən qaçırdığımıza görə apologize, üzr istəyirək. Deyə bilərsiniz hansı əşyalar çatdırılmayıb. O da deyir 3. Qulaqçıq və USB kabel deyir, yoxdur. Sonra 1 gəlir. Təşəkkürlər. Biz itmiş geri ödənişlə bağlı, yarı ödənişlə, itən əşyalar üçün yarı ödənişi deyil, dərc edə bilərik. Ya da ki, onları sizə göndərə bilərik. Ya yarı ödənişi verərik, ya da onları sizə göndərə bilərik. Hansını istəyirsiniz? O da cavab verir ki, 6. Mən refund, yəni ödənişə üstünlük verirəm. Çünki mənə təcili lazımdır ödəniş. 6, axırda da 4. Başa düşdüm. Onda dərhal prosesi başladırıq və məbləğ sizin hesabınızda 2 iş gün ərzində oturacaq. Sonra 21-ə gəldikdə ingilis dilində ya da elə özünüz də görübsünüz bəlkə də mesaj yazarkən yuxarıda yazılır from, kimdən to kimə yazılır da, düzdürmü? Məsələn, bu Telegram ya bacıma olar to, ya da bacımdan ola bilər də from. Düzdürmü yoldaşlar? İndi mən onunla görüşəcəm, burada boşluq olur. Bax, burası tələbələri çox çaşdırır ki, yoldaşlar, meet Azərbaycan tərcümə edir, mən onun ilə görüşəcəm. İlə deyirsiniz, viz ağlınıza gəlir. Amma meet sözünsüz işlənən feil. Yəni, meetdən sonra sözünü işlənməz. Yəni, meet somebody olur. Birbaşa özü işlən. Və günlərin də qarşısında nə işlənir ingilis dilində on. Ya to on ya da from on olar. Doğru cavab C variantı. Sonra 22-yə baxdıqda burada yet varsa, yet harda işlənir? Bitmiş inkarla işlənirdi. B variantında bitmiş inkar yoxdur. Qalanlarda var. Sonra keçmiş, bitmiş ancaq keçmişlə uzlaşar. A variantı ola bilməz. Onda Y də ola bilməz. Keçmiş, bitmişlə will uzlaşmaz. 2 dənə variant qalır. C variantına baxdıqda nümayəndə heyəti hələ də gəlməyib, lakin insanlar küçədə gözləyirlər. İnsanların gözləməsi sizcə təkrarlanan hadisədir, yoxsa davam edici hərəkətdir? Davam edici hərəkətdir. Onda mən wait niyə deyirəm ki, wait yerinə nə olardı orada? Are waiting. Çünki həmin anda gözləyirdilər axı. Aydındır. Demək, doğru cavab nə qalır? D. Nümayəndə heyəti hadn't come, gəlməmişdi və insanlar isə onu gözləyirdilər. Lakin insanlar gözləyirdilər. Yəni, həmin anda gözləyirdilər. Cavab olacaq D. Sonra 23-ü passiv voice-a çeviririk. Bizim xəbərimiz nədir? Has seen. Tamamlığımız nədir öncəliylə yoldaşlar? Tamamlığımız sənin şəkillərin. Tamamlığı keçirdirik qarşıya. Your pictures. Şəkillər. Keçid qarşıya. Sonra yoldaşlar bitmiş zamanlarda məhsul növü necə düzəldirik? Ortasına been yazırıq. Bax, has been seen. Sonra burada şəkillər cəm olduğu üçün has yerinə nə yazacağam? Have yazacağam. Have been seen. Amma baxıram ki, bu nədir? Sual cümləsi. Sual cümləsi olduğundan dolayı burada been-i zadı yox ha. Təkcə have-i nə edəcəksiniz? Siliyib, qarşıya keçirdəcəksiniz, bitdi. Yəni, təkcə qabağa have keçəcək. Have your pictures been seen. Bax, belə bir indi variant axtaraq. Görək, hansı variantda var? O da təkcə A da var. Bir də görürsən. Have, burada da been seen. O evəyə görə də fikir verin. Yəni, zaman zərfi ortaya girə bilər. Evədir, nevədir, hardly, olurdu. Onlar ortada işlənə bilər. Have been seen. Belə bir variant varsa, o da harda var? A variantında var. Sonra növbəti 24-də sual cümləsidir. Və nəyin sualdır yoldaşlar? Zəfliyin. Biz xəbərə, tamamlığa, zəfliyinizə sual veririk. Köməkçi müftada əsas söz quruşuna istifadə edərək. İndi baxa görə harda var? 1-də var. Köməkçi müftada əsas verir. Bir də harda var? 4-də var. Bitdi. 2 ilə 3 ola bilməz. Çünki arada köməkçi yoxdur. Deyirsən, birdən düşünərsən, ay mənim, biz axı nəqli yazırdıq bəzən. O nəqlini biz hansı halda yazırdıq? Yuxarıda əlavə cümlə verirdi. Onun ardınca başqa cümlə yazanda nəqli yazırdı. Mürəkkəb cümlə olan. Amma burada mürəkkəb cümlə deyil. Bu adi sual cümləsidir. Sual verəndə təbii ki, köməkçi feil nə etməlidir? Qarşıya keçməlidir. Cavab 1-4. Sonra 25-ə baxaq.
A'da didn't inkar, no inkar, 2 inkar olmaz. B'de yine didn't inkar, neither nor inkar, 2 inkar olmaz. D'de couldn't inkar, nothing inkar, 2 inkar olmaz. Y'de neither or yazıb, neither or yox, nə olardı? Neither nor olardı. Doğru cavab nə qalır? Tək variant, neither nor. Nə ay, nə də ulduzlar görünmürdü. Sonra 26-ya baxsaq, Kate bilir. Sual versən nəyi bilir? Tamamlıq budaq cümləsidir. Birinci növbədə burada has told hansı zamandır? İndiki bitmiş zamandır. Məncə hamınız bilərsiniz ki, when-dən what time-dan sonra nə işlənməz? İndiki bitmiş zaman işlənməz. Məhz buna görə B və C variantları silirik, getdi. Bunlar ola bilməz. Sonra A variantında what da ola bilməz. Niyə? Bax, yazım yoxlayaq. Tərcüməsinə baxın. Nəyi Kate deyib həqiqəti? Nəyi deyib həqiqəti? Var da həqiqət, tamamlıq var da. Bu olmasaydı, true olmasaydı, Kate nə deyib deyə bilərdim. Amma nəyi deyib həqiqəti deməyimiz yanlışdır. Onda bu variantda getdi. Hə, Z-lə Y ikisi də ola bilər. Hamı bilir ki, Kate həqiqəti deyib. Hamı bilir Kate həqiqəti niyə deyib. Niyə deyib də olar, bilir ki, deyib də olar. İndi cavabı isə nə müəyyən edəcək? Bizim üçün cavabı ikinci tərəf müəyyən edəcək. Burada ikinci tərəfdə nidal cümləsinin quruluşu var. Nidal cümləsini bilməyənlər üçün qısa şəkildə quruluşunu yazın bura. İngilis dilində hər halda abituriyent vaxtı keçirsiniz. İngilis dilində nidal cümləsi 2 quruluşu var. Bir, ha ilə düzəlir. Ha-da ya sifət, ya zərfi işlənir yoldaşlar. Ardıca nə işlənir? Mübtədə, sonra xəbər. Bir də what-la düzəlir ki, bir dəqiqə. What-da isə nə işlənir? Sifət üstəgəl isim, üstəgəl mübtədə xəbər. Quruluş belə olur. Məsələn, nümunə versəm, baxın. Tutaq ki, how nice she is. O necə də gözəldir. Amma what-la gəlin nümunə versək, what a nice girl she is. O necə də gözəl bir qızdır. Burada she is hissələri yoxdur. Buradakı yuxarıda qeyd etdiyimiz mübtədə xəbər hissələrinə bərabərdir. Yəni, bir dənə ortaları fərqli olur. Mübtədə xəbər hissələri eyni olur. Yəni, bax, how-da təkcə nə işlənir? Sifət işlənir, amma what-da isə nə işlənir? Sifət üstəgəl isim işlənir. Yəni, bu yuxarıdakı quruluşdur. İndi baxıram bu sualın özünə. Baxıram sifət, it mübtədə, is də xəbər. Sifət mübtədə xəbərsə, onda nə götürəcəm? How-nı götürəcəm. What ola bilməz. Yəni, what olsa gərək isim də olardı. Onda nə olur burada? How necessary it is. Burada da why olur. Hamı bilir Kate niyə həqiqəti deyir və bu nə dərəcədə vacibdir. Aydın oldu. Sonra növbəti 27-yə baxaq. Henry dedi, kimə dedi? Mənə dedi, nəyi dedi? Mənə dedi, dostlarına dedi, nəyi dedi? Nəyi dedi hissəsi, bu mavi olan hissə baş cümlə. Bu da cümlə nədir? Mənə dedi, nəyi dedi? Və yaxud da burada da var. Bunlar hamısı budaq cümlə hissələridir. Bunları fərqləndirək. Buradakı if, when isə nədir? Bağlayıcılarımızdır. Aha. İndi baxaq variantlara. Birinci Y variantından başlayaq. Henry dedi kimə? Dostlarına dedi. Nəyi dedi? Bu cümləni deyir. Amma bu budaq cümləsi fikir versəniz, kömək sverliyini qabağa keçib. Nə kimi yazılıb? Sual kimi. Amma biz burada sual cümləsi qurmuruq da yoldaşlar. Nə qururuq? Nəqli sıra qurmalıyıq. Yəni burada would keçib qarşı. Bu yanlışdır. D-də has been signed hansı zamandır? İndiki bitmiş zamandır. Və beni görürsünüz burada. V'dən sonra nə işlənməz yoldaşlar? İndiki bitmiş zaman. Bu da etdi. Sonra Z-yə gəldikdə if bağlayıcımızdır. Bağlayıcıdan sonra gəlməlidir. Mübtədə xəbər. Were xəbərdir. His hobbies mübtədədir. Əslində gör mübtədə hara gedirsə bura çıxır. Əsl cümlə necə olmalıdır? His hobbies were swimming and boxing olardı. Aydındır. Və eyni zamanda B-də də baxsa Henry mənə dedi, nəyi dedi? Və bu hissə nəyi dedi hissəsi? Və buradır. Bura tamamlıqdır. Yenə baxıram burada nə işlənir fikir versən. Bu xəbərdir. İmza da orada nədir yoldaşlar? Mübtədədir. Onda əslində necə olmalıdır? The signature couldn't be recognized olardı. Yəni imza tanınmadı. Yerləri dəyişik olardı. Aha. Elə də. Aha. Və burada da nə qalır? A variantı mübtədə xəbər. Henry mənə dedi, nəyi dedi? Əlindən gələni edəcəyini dedi. Aydındır. Sonra növbəti.
28-ə baxaq. 28-də doğru cavabımız A variantıdır deyəsən. Salam cənab Winter. Sonra deyir, salam Mr. Mouser. İsveçrədən qayıdıbsınızmı? O da deyir, bəli. Mən Dünya Sağlıq Təşkilatı sessiyasında iştirak etdim. O da cavab verir ki, sual verir ki, is it? Bu texniki təşkilatlardan biri idimi? O da yes it is. Bəli, bu belədir. Is it-dən buradan tuta bilərsiniz. Yəni da çox detallı oxumuram, vaxt getməsin. Sonra 29-da sinonim soruşur. Contain tərkibinə daxil etmək, ehtiva etmək, tutmaq mənasında işlənir ki, əsəbinizi tutun. Sinonim olacaq hold back, geri çəkin, yəni cilovlayın anlamında. Digərləri consume istifadə etmək, kontakt əlaqə qurmaq, consult məsləhətləşmək, comeback-da geri qayıtmaq. Yəni comeback-dan sonra da şey olmaz, tamamlıq işlənməz. Sonra 30-a gəldikdə bizdən antonim istəyir. Including daxil etmək, excluding xaric etmək. Asan bir şeydir. Digər sözlərə də comprising əhatə edən, embracing əhatə edən, entering daxil edən, stimulating də stimullaşdıran, həvəsləndirən deməkdir. Sonra 31-ə baxaq. İngilis dilində bayram və tədbirlərin qarşısında on işlənir. Məsələn, on holiday, tətildə olmaq. Və ya bayram və tədbirlərə getmək mənasında da on işlənir. Yəni, go on işlənir. Yəni, bəzən Azərbaycanlı tələbələr bunu yanlış anlayır. Məsələn, Bakıya getmək, go to Baku deyirsiniz də. Bakı bir məkandır, hə. Bakı bir məkandır, tu yazanda Bakıya tərəf gedirsiniz. Yəni, Bakıya tərəf gedirsiniz. Düz Bakıya deyirəm, əslində Bakıya tərəf gedirsiniz. Amma ekskursiyadır, sonra tripdir, turdur, sonra vacationdur, tətildir və s. Bu kimi şeylərdə tu yazmanız mənasız olur. Yəni, ekskursiya tərəf getmirik ki, ya da tətilə tərəf getmirik ki, tərcüməsi olacaq ki, tətilə tərəf gedirik, ya da tura tərəf gedirik, mənasız səslənir. Yəni, bu kimi anlayışlar, tətil, iş və istirahətlə bağlı anlayışlarda ingilislər nə istifadə edir? Onu istifadə edir. Yəni, go on excursion, ekskursiyada olmaq anlamında işlənir ki. Aydındır. Deyir, burada biz getdik, çoxlu ekskursiya. Went də qonun keçmişidir. Sadəcə ekskursiya istiqamət olaraq tu yaza bilərsən. Yəni, hara ekskursiya? Qobustana, Şəkiyə, hansı istiqamətdə ekskursiya onu deyə bilərsən. Doğru cavab olacaq Y variantı. O sidə düşünmürsənmi bugün hava günəşli olacaq? Direkt cavabı deyim, vaxt getməsi. Xeyr, səma qara buludlarla örtülüdür. Cavab D olar. Aydındır. Günəşli olacağını düşünürsən, deyir. Bu da deyir, xeyr, səma qara buludlarla örtülüdür. O tərcümədir. Qalanların mənası olur. İrastus modal feildir ki, burada A variantı səhvdir. Haven't to deyilən birləşməmiz yoxdur. 7. Don't have to olur da, düzdürmü? Sonra will be able to. Able-ın burada B'si yoxdur. Be able to olar. 7. Sonra don't need bu adi feildir. Ondan sonra təzədən bir feil gəlsə, iki feilin arasında to işlənir. Don't need to go olardı. Bu da 7. B ilə C qalır. C variantı mənasızdır. Deyir ki, səni indi getməyə və needn't ehtiyac yoxdur. Lakin sən orada istədiyin qədər qalmalısan. Orada istədiyin qədər qalmalısan mənasız çıxır. Getməyə və ehtiyac yoxdur. Orada istədiyin qədər qalmalısan. Bəlkə belə olar B variantı. You may go now. Yəni evdə valideynləriniz də tez-tez deyir ki, sən indi gedə bilərsən, lakin orada istədiyin qədər qalmamalısan. Vaxtında evə qayıt. Belə bir şey. O sonra gəldikdə 3 kateqoriya feilimiz vardı. Late və make-də sadə işlənirdi. İkinci kateqoriya görmək, eşitmək, hiss etmək kimi feillərdə ya sadə ya ayıncı işlənir. Fail də hiss etməkdir. Ya trembling olar, ya da tremble olar. Bu üç variantdan biridir. İdi ya da to artırmazsan. Sonra ikinci tərəfdə isə adi başqa bir xəbər verib, try, çalışdı, özünü kontrol etsin. İngilis dilində iki feil yanaşı işlənirsə, arada to işlənir. Yəni iki feili bir-birinə yapışdıramazsın. Try to control. Çalışdı ki, özünü kontrol etsin. Doğru cavab olacaq Y variantı. Yəni bu hissənin filə heç bir aidiyyatı yoxdur. Sonra 35-ə gəldikdə sual sözləri yoldaşlar işlənir else ilə. Məsələn, who is daha kim, what is daha nə. Məsələn, where is daha hara deməkdir. Qatar daha harada dayanır. O da deyir ki, daha iki stansiyada dayanır. Burada stansiyalar cəm simdir. Yəni ən az ola bilməz, bu getdi. Morları çıxıram və two more stations da deyə bilərəm daha iki stansiyada. Two other stations da deyərəm başqa iki stansiyada. Burada sıxıntı yoxdur. Bir də törəmə əvəzliklər nə ilə işlədirdik? S ilə işlədirdik. Məsələn, no west başqa heç yerdə dayanmır.
Doğru cavab olacaq C variantı. Yəni bunu xatırlamayan varsa, quantifiers mövzusunu açıb şeyə baxa bilər. Yəni E'sindən Moore'un qaydasına baxa bilərsiniz. 36-ya gəldikdə deyir, Jane cizgi filminə baxmağı xoşlamır. Cizgi filmə baxmağı xoşlamır. Zamanımız hansı zamandır burada? Das, indiki zaman. Onda did olan variantlar ola bilməz də. Baxın, burada didlər var. Bunları silək getsin. Qalan variantlar hamısı doğrudur. Jane xoşlamır. Sara da həmçinin. Bat olanda tərsi olur da. Məsələn, deyirəm, filan kəs dərsini oxuyur, lakin mən oxumuram. Ya filan kəs oxumur, lakin mən oxuyuram. Tərsini deyirik də. Jane xoşlamır, lakin Sara'nın qardaşları xoşlayır deyə bilərəm. Bir də 5 olar. Nor das Sara, Sara da xoşlamır. Bəs bu Nor das Sara nədir? Yoldaşı bu adı nədir? Neither do I qurusu yoxdur, elə mən də etmirəm. Onun əvəzinə qısa şəkildə nor do I da deyə bilərsən, elə mən də etmirəm deməyiniz mümkündür. Neither do I əvəzinə nor do I da yazmaq mümkündür. Yəni buradakı əslində 5-dəki neither does Sara'dır. Prosta əvəzinə nə yazıblar? Nor does Sara yazıblar. Hətta ingilislər daha da qısa forma normidən istifadə edirlər ki, yəni mən də etmirəm qısa şəkildə. Düzdür, bu sizə düşmür. 37-yə baxsa bu zaman budaq cümləsidir və budaq cümlələri nə işlətmirdi? Gələcəklə bitmiş zamanlar. Düzdür? Onda da bitmişdi, getdi. Bu da gələcəkdi, getdi. Qalanları doğrudur. Keçmiş, keçmiş. Aldı, köçdü. Alan kimi köçəcək. 1-2. Sonra növbəti. 38 tərcümədir. Despair ümidsiz demək. Deyir ki, George daha doğrusu ümidsizlik içindədir. Çünki nə eləyib? Sürücülük imtahanından keçməyib. Yəni çarəsiz vəziyyətdədir. Çünki imtahandan keçməyib. Sonra yaxşı iş tapıb deməzsən. Sonra 3 ola bilər. Layihəsi nə oldu? Rejected, rədd edildi, qəbul edilmədi. 3 olar. Bir də heç 4-də də yazır ki, telefonu itmiş telefonunu tapdı. Tapsa niyə ümidsiz olsun ki? Aydındır. Lost phone itirir demir. Öz itmiş telefonunu found tapdı deyir. İtmiş telefonu tapıbsa sevinər. Çarəsiz olmaz. Cavab 1-3. 39-a baxsa, yenə burada zaman budaq cümləmiz var. Və budaq cümlə nə işlətmirik? Gələcəklə bitmiş zamanları işlətmirik. Onda bax, A variantı getdi, gələcəkdir. C ilə yeni də silin, bitmişdi. Bunları sildik. Qalan variantlar ola bilər. Məsələn, keçmiş, D-də də indiki ilə gələcək ola bilər. Amma da təbii ki, bu cümləni elə bilə verməyiblər də. Yəni, deyim, mən marketdə idim. Onda marketdə idimsə yoxsa, hərəkət hansı maldadır? Keçmişdədir. Doğru cavab qalır B. Deyim, mən malları alan kimi kimsə məni itələdi. Marketdə idim, malları alan kimi kimsə kassada məni itələdi. Doğru cavab B. 40-a gəldikdə passive voice-a çevir. Tamamlığımız nədir burada? Huge plant, nəhəng zavod. Bunu keçiririk qarşıya. Yəni onda CD ola bilməz. Biz D-yi çevirmirik, tamamlığı çeviririk. 3 dənə variantdır. Və bitmiş zamanlarda ortaya nə yazırdıq yoldaşlar? Been yazırdıq. Have been built. Amma burada zavod necə isimdir? Tək isimdir. Have nəyə çevriləcək yoldaşlar? Has-ə çevriləcək. Olacaq has been built. Da have-i həd eləməyin, elə şeylər eləməyin ya da hədi have eləməyin. Doğru cavab olacaq B variantı. Zavod tikilib şəhərimizdə. 41-ə gəldikdə. Sual sözü ilə mübtəda, əgər sual verirəmsə, sual sözü ilə mübtəda arasında mütləq ki, köməkçi işlənər ya da xəbər işlənə bilərdi. Bu yanlışdır. Sonra whom nəyin sualdır yoldaşlar? Whom kimi, kimə nəyin sualdır? Tamamlığın sualı. Tamamlığa necə sual verir? Köməkçi mübtəda əsas fe'l quruşuna istifadə edərək. İndi baxıram ki, 2 də ola bilər, 3 də ola bilər. Amma 2 səhvdir. Niyə? Do, does, did ilə sual və inkar yaradanda fe'l nəyə qayıdır? Məsdər formasına. Yəni burada tell olmalıydı. 3 düzdür. Bəs 4-dəki who sizcə nəyin sualıdır? 4-dəki who isə bu müftadənin sualıdır. Çünki özündən sonra birbaşa nə işlənir burada? Xəbər işləndiyi üçün. Bəs müftadəyə necə sual verirdik? Olduğu kimi köçürdürdük. Təsəvvürə bax, belə bir cümləmiz var. Bura yazaq tutaq ki, Alex. Alex P-mə dedi hadisə haqqında, nöqtə. Yəni burada bir dənə Alex'i silmişəm və sən yazır. Kim dedi P-mə hadisə haqqında? Aydın oldu. Cavabımız nədir? 3 ilə 4. 2-nin 3-cüsü tamamlığın, 4-cüsü müftadənin sualıdır. 42 gəldikdə inkar soruşur. 7 artiklımız yoxdur. Telefon nömrəsi sayılan isimdir.
D-də inkardan sonra həmzə sözlər arasında and yox or işlənər. Eyni zamanda C-də də yəni inkardan sonra həmzə sözlər arasında and yox or işlənər. B-də to təsdiqdə işlənər. Doğru cavab qalır A variantı no or. Deyəsiniz mənim burada artikellar axı düşüb. Artikelların düşməsinin səbəbi də elə no ora görədir ki, biz demişdik no-da və no or olanda artikellar nə olur? Düşürlər. Doğru cavab olacaq A variantı. Sonra 43-ə gəldikdə burada deyir ki, Yaponiya bir ölkədir. Necə ölkədir? Təyin budaq cümləsidir. Təyin budaq cümləsi nə işlətmirdi? What? Məsələn, kitab nə ki, film nə ki, ölkə nə ki, qadın nə ki, belə şeylər demirdi. Bunu sildim. Sonra ölkə insan deyil, ona who da deyə bilməzsiniz. O da getdi. Sonra zaman da bildirmir, when də getdi. Bunları sildim. Qaldı nə? B ilə C. Ya which-li ya da where-də. Amma yer məkan olanda əgər yeri bildirirəmsə, which yox, where götürəcəm. Which o halda götürə bilərdim ki, sözünüsü olsun. Deyir, Yaponiya bir ölkədir. Hansı sən görə bilərsən, yox, hansında ki sən görə bilərsən. Hansında ki sən görə bilərsən olardı, which olardı. O zaman o deyil. Sadəcə biz bunu hansı ki sən görə bilərsən kimi tərcümə edirik, amma yanlış edirik. Hansı ki yox, hansında ki görə bilərsən olmalıydı. Doğru cavab qalır V variantı. Yaponiya bir ölkədə harada ki sən görə bilərsən köhnə adətlərin necə qorunduğunu. Doğru cavab C. Bu qədər yoldaşlar. Nəsə anlaşılmayan bir şey olsa təkrar soruşarsınız. Səsimə görə də üzr istəyirəm. Xəstəyim.